Salam, xoş gördük sizləri. Yəqin ki, qəbula intensiv şəkildə hazırlaşırsınız və baxaq görək 2025-ci ildə bir dənə qəbul sualımız nə olub. Deyir ki, düzəltmə isim və düzəltmə sifət işlənmiş cümləni tapın. Əvvəlcə özünüz yaza bilərsiniz cavabı, sonra isə baxa bilərsiniz. Əkin və səpin işləri vaxtında aparıldı. Burada görürük ki, əkin və səpin sözləri düzəltmə isimdir, düzəltmə sifət yoxdur cavabda. Deməli, B variantına baxsaq, kəndlilər mülkədarı qəzəblə süzdülər. Burada ümumiyyətlə sifət görmürük. Kəndli sözünü əgər deyirsinizsə, o kəndli sözü hər zaman kəndli, şəhərli, bunlar isim olur. Bu cavabda deyil. C variantına baxırıq. Cəsur döyüşçülər qəhrəmancasına vuruşdular. Cəsur sözü sadə sifətdir, bizə düzəltmə lazımdır. Döyüşçü sözü də düzəltmə isimdir, amma burada düzəltmə sifət yoxdur. Qəhrəmancasına isə zərfdir. Dəyanət və mərdlik çətin gündə sınanır. Dəyanət və mərdlik, mərdlik düzəltmə isimimizdir. Çətin isə sadə sifətdir. Bu da deyil. Bu nahamar yoldan sonra nəhayət qoruq göründü. Deməli, burada baxırıq, nahamar. Hamar sözün köküdür, na ön şəkilçi. Nahamar düzəltmə sifət. Yoldan sözü də yol çıxışlıq halda sadə isimdir. Sonra bir də burada qoruq sözü var. Qoruq. Bu da isimdir, düzəltmə isimdir. Deməli, bizə nə lazım idi? Düzəltmə isim. Burada qoruq sözü. Düzəltmə sifət isə nahamar sözüdür. Beləliklə cavab oldu Y variantı. Uşaqlar, əgər bu cür sınaqlar işləmək istəyirsinizsə, təp-təzə görürsünüz. 30 sınaq Azərbaycan dili, 30 sınaq ədəbiyyat. Belə bir qruplarımız var. Qoşula bilərsiniz. Ödəniş cəmi 20 manatdır. Açırsınız sınağı, belə bu formada işlədiniz. Məsələn, daha sonra. Sonra gəlirsiniz, cavablarını məsələn aşağıdan yoxlayırsınız. Bu formada. Ondan sonra geçirsiniz, sınağın izahını vurursunuz və izahına baxırsınız. Məsələn, 16-cı sınaqdır bu. Digər sınaqlarda var. 30 sınaq imtahana kimi sizə belə deyim də hava su kimi lazımdır. Yəni maksimum dərəcədə nəticə göstərmək istəyirsinizsə bu sınaqları işləyə bilərsiniz.